3 iyun Artinin keçirdiyi sınaq imtahan suallarının izahını verirəm. Başlayaq birinci sualdan. İtaliyanın 20-ci əsrin 30-cu illərində Afrika ilə bağlı xarici siyasətinə aiddir. Əvvəla diqqət edək, Afrika ilə bağlı deyir, 30-cu illər deyir, xarici siyasət deyir. A variantı variantdan silinir, çünki İspaniyada deyir. Bu Afrika ilə bağlı soruşuna görə İspaniya variantdan silinir. Avstriyanın ərazi bütövlüyünün təminat altına alınması bu Streza konfransı olubdu. Yəni və Streza konfransı da Avstriya ilə bağlı, yəni cavabda da deyildiyi kimi Avstriya ilə bağlı olduğuna görə Afrika ilə bağlı xarici siyasət ola bilməz. Əlcəzair xalqına qarşı soyqırım siyasətinin aparılması, Əlcəzair xalqına qarşı soyqırımı Fransa aparıbdı, ona görə variantdan silinir. Efiopiyada işğalçılıq siyasətinin aparılması. Bəli, məhz elə dövlətlər arası münasibətlərdə görürük ki, Efiopiyada işğalçılıq siyasətini İtaliya aparıbdı. Efiopiya İtaliyada yerləşir, 30-cu illərə aiddir, xarici siyasətindən bağlı. Ona görə cavabımız olur D variantı. Xəritədə fərqləndirilən əraziyə aiddir. Ərazini yaxınlaşdırırıq. Gördüyümüz kimi kiçik yerin üzəridir, yəni Şuşanın üzəridir. Şuşanın üzərində bu kiçik yer, yəni kiçik yerin üzərindəki bu ərazi məhz Xocalı ərazisidir. Xocalının yanı da Ağdamdır. Deməli, Ağdam və Xocalı yanaşıdır. Şuşa ilə yola çıxaq. Şuşa balacadır, onun üzəri Xocalıdır. Rayon mərkəzi 93-də erməni qoşunları tərəfindən işğal olunubdur. Bilirik ki, Şuşa 92-də işğal olunub, variantdan silinir. Və yadda saxlayaq ki, həmişə belə qeyd edirəm, X-nın kubu Aə. Yəni Xocalı, Xankəndi, eyni zamanda Xocavənd ərazisi tamamilə və Aə, Ağdərə, Əsgəran. Bunlar antiterror əməliyyat nəticəsində işğaldan azad olunub. Deməli, konkret cavab var B variantı. Sonra Fransada qəbul edilən insan və vətəndaş hüquqları bəyannaməsinə aid deyil. Deməli, insan və vətəndaş hüquqları bəyannaməsində ABŞ-ın istilal bəyannaməsi əsasında hazırlanıbdı 1789-cu ildə. Bu doğrudur. Hakimiyyət yeganə mənbə xalq hesab olunurdu. Həqiqətində hakimiyyətin mənbəyi xalq hesab olunurdu. İnsanların azad və bərabər hüquqlu doğulması qəbul olunurdu. Vətəndaşlara söz mətbuat azadlığı verilirdi. Diqqət elədiksə, bunlar hamısı ümumi məsələlərdir və hər biri də burada öz əksini tapıb. Yəni konkret cavab bilməsək belə məntiqlə yanaşa bilərik. Amma burada baxırıq ki, ölkənin siyasi quruluşun konstitusiya monarx olması. Axı konstitusiya sözü deyirsə, bu konstitusiya qəbul olunandadır. Konstitusiya isə 1791-ci ildə qəbul olunubdur. Deməli bu 1789 İnsan və Vətəndaş Hüquqları bəyannaməsinə aid deyil. Sonra baxırıq, reformasiya dövründə Almaniyada baş vermiş kəndli müharibəsinə aid deyil. Kəndli müharibəsi deyirsə, demək söhbət Thomas Müserdən gedir 1524-25-ci ildə. Thomas Müser rəhbərlə baş verib, bəli. Məğlubiyyətdən sonra feodal qaydaları daha da sərtləşdirilibdi. Yadımızdadırsa, o Taler, Jaklar üsyanında deyirdi ki, ən azından bir nəticə oldu. Nisbətən vəziyyət yaxşılaşdırıldı, ən azından. Amansız qanunlar yumşaldıldı, vergilər və yaxud da azaldıldı. Amma Almaniyada deyirdi ki, daha da sərtləşdirilir. Şəxsən azad olanlar da təhkimli halına salınır. Deməli, feodal qaydalar daha da sərtləşdirilib, azad olanların təhkimli halına salınması, bunlar hamısı aiddir. 1524-25 deyirəmsə, 16-cı əsrin ilk rübü hesab olunur. Deməli, bu da doğrudur. Demək, cavab nə olacaq? Y variantı. Çünki feodal qaydalar kapitalist münasibətləri əvəz olunmamışdı. Sonra 5-ə baxırıq. Uyğunluğu müəyyən edin. 20-ci əsrin 50-ci illərində ərazi işğal rejimi ləğv edildi. 3 hansı ərazidir? Baxırıq. Demək, əvvəlcə ərazilərə baxırıq. Yadda saxlayaq ki, armud formasında olan Hindistandır. Hindistan üzəri Çindir. Demək, armud olan Hindistan yarımadadır. 3 tərəfi su ilə əhatə olunubdur Hindistanın. Hindistan üzəri Çindir. Çinin yanında Yaponiya var. Yaponiya əjdaha formasındadır. Yaponiya ilə Çinin arasında daim mübahisəli ərazi Koreyadır. Deməli, burada Koreyadır. Və baxırıq, deməli, bu tərəfdən getdikdə, baxın, Hindistan üzəri Pakistan, Pakistan üzəri Əfqanistan, Stan, üçü də belə gedir. Xəzərin altı, Xəzər dənizini görürük. Xəzərin altı bizim aşağımızda hansı dövlət var? İran. İranın solunda isə İraq ərazisi var. Deməli, 4 İraqdır.
20-ci əsrin 50-ci illərdə ərazinin işğal rejiminin ləğv edilməsi. Bilirik ki, 1951 San Fransisko konfransı keçirilir Yaponiya ilə. 52-də də ABŞ işğal rejimi ləğv olunur tamamilə. Demək, bu aiddir məhz Yaponiya. 3-ü götürdük. Doğru fikir. Bloklara qoşulmama hərəkatının yaradıcılarından olması. Bloklara qoşulmama hərəkatı yaradılıb 1961-ci ildə. Elə deyirdik ki, Hindistanda aid idi bu. Hindistan, Misir, Yugoslaviya. Hindistan, Misir, Yugoslaviyadan burada sadəcə Hindistan verilibdi. Yəni 1 verilibdi. Ona görə 2-ni aid edə bilmərik deyə bu yanlış olur. 20-ci əsrin 60-cı illərdə Respublika İdarə Üsulunun ləğv edilməsi və 1 və 4 verib Hindistan və İraqda. Bu da təbii ki, yanlışdır. 20-ci əsrin 40-cı illərdə vətəndaş müharibəsinin baş verməsi. Bilirik ki, 1946-49-cu ildə Çində vətəndaş müharibəsi baş verib. Deməli, 2 doğru olmuş olur. Demək ki, 3 və 2 doğru fikirdir. 2 və 3 də hardadır? Yəni, burada baxıram. A ilə D doğru fikirdir. A ilə D də məhz cavablarda hardadır? D variantında. Sonra deyək, zaman oxuna əsasən xronoloji ardıcılığı müəyyən edin. İslam dininin meydana gəlməsi. Deməli, zaman oxunda bəzilərimiz çətinlik çəkirik. Diqqət edirik nəyə? Bu tipli suallarda əvvəlcə hadisələr xronoloji ardıcılıqla düzək. İslam dini meydana gəldi 610, Bağdad şəhəri 762, Ərəb qoşunları tərəfindən Fələstin, Suriya və Misirin fəth olunması, təbii ki, bu iç xəlifələr dövrünə aiddir. İç xəlifələr də 632-61 aralığı olubdur. Bədr döyüşü müsəlmanların qalib gəlməsi 624-cü ildədir. Deməli, bizdən soruşur ki, yəni biz bunu ardıcılıqla düzməliyik. Demək, birinci 1-dir. Sonra baxıram 624, yəni 3 gəlir. Sonra baxıram 632, yəni 4 gəlir. Sonra 762, yəni bu da neçəncidir? 2-cidir. Aha. Demək 1 3 4 2 şəklində düzürəm. Bunu da gətirirəm, düzürəm. 1 3 4 2. Demək ki, 1-ə A gedir. Gördüyümüz kimi 1-ə A. 2-yə D gedir. 3-ə B gedir. 4-ə də C gedir. Bu da variant olur. C variantı. Sonra baxaq. 1924 Türkiyə, 95-ci il Azərbaycan Respublikasına aid oxşar cəhət. Təbii ki, 1924 Türkiyədə Konstitusiya, 95 Azərbaycanda Konstitusiya qəbul olunubdur. Eyni zamanda 1924 Türkiyədə və SSR-də də Konstitusiya qəbul olunubdur. Sonra yadımıza salaq, məsəl üçün, Osmanlıda Konstitusiya 1876, Yaponiyada Konstitusiya 1889 və eyni zamanda 1947 deyə bilərik. Sonra yadımıza salaq, Konstitusiya 1871 Almaniya Konstitusiya, eyni zamanda da Almaniyada Konstitusiya 1919-cu il götürə bilərik. Sonra Konstitusiya yadımıza salaq. Məsələn, Azərbaycan SSR-də deyirik ki, 1921, 1937 və 78-ci il konstitusiyaları var idi. Tək, sonra da cüt rəqəm deyirdik. 1924 SSR-i 36, yəni cüt, ardından da 77-ci il tək gəlirdi ki, SSR-nin konstitusiyaları idi. Sonra Çində, məsələn, 11-13-cü illərdə konstitusiya qəbul olunmuşdu. Cənubi Azərbaycanda məşrutə dövründə 1906 bir hissəsi, 7-də də tam konstitusiya qəbul olunmuşdu. 1791-95 Fransada, 1787-ci ildə isə ABŞ-də konstitusiya qəbul olunmuşdu. Türkiyədə 1924, eyni zamanda 1961-ci ildə də konstitusiya qəbul olunubdu. Soyurqal və tiyur torpaq mülkiyyət formasının ümumi cəhəti soyurqal da xidmət müqabilində verilibdir. Eyni zamanda tiyur da xidmət müqabilində verilibdir. Yəni, hər ikisi hərbi xidmət müqabilində verilən torpaq sahibliyi olubdur. Ağqoyun dövlətinin hökmdarı Sultan Yaqubun hakimiyyət dövrünə aiddir. Deməli, Yaqubun dövrü durğunluq dövrü idi. Yaqubun dövrünə deyirik ki, uzun əsrdən fərqli olaraq Şirvanşahlarla müttəfiqlik münasibəti, eyni zamanda da Osmanlı ilə dostluq münasibətləri saxlanılmışdı. Deməli, doğru cavab olur 1-lə 4. Paytaxt yeni şəhəri Yaqubda görmürük. Teymuri dövləti ilə müharibə aparmasını Yaqubda görmürük. Avtomatik olur cavab 1 və 4.
1 və 4 də A variantı olur. Azərbaycan SSR-də 20-ci illərdə mədəniyyətin müxtəlif sahələrinə sosial ideyalarını təbliğ etmək üçün səmərəli vasitə kimi baxırdılar. Buna görə də bu istiqamətdə müxtəlif tədbirlər görüldü və həmin dövrdə dövlətin təbliğat imkanları xeyli artırmışdı. Hansı hadisələr? Demək, Azərbaycan dilində ilk mətbuat orqanlarının nəşrinə başlanması yəqin ki, Əkinçi nəzərdə tutulur 1875. Təcəddüd qəzetinin nəşrinə başlaması Cənubi Azərbaycandır. Xiyabani hərəkatı dövrü 1917. Azərbaycan Dövlət Kino İdarəsinin yaradılması ilk radio stansiya, həmişə deyirik, Kino İdarəsi, radio stansiya 1926-cı ildir. Deməli, bu 20-ci illərdə SSR-yə aiddir. İlk Milli Teatr 1873, 19-cu əsrdə əlaqəsi yoxdur. Demək olur, elə 3-lə 4. Eradan 66-cı ildə Kür çayı sahilində baş vermiş döyüşün nəticəsi. Bilirik ki, 66 Kür çayı döyüşündə Roma qalib gəlibdi Albanlara. Burada Oroys hökmdardır, Kozis sərkərdədir. Roma imperiya deyil və burada da heç bir çaşqınlıq yaradan bir cavab yoxdur. Sadəcə olaraq Roma qoşunları Albanlara qalib gəldi. Azərbaycan Respublikasının beynəlxalq təşkilatları üzrə qəbul olunduğu tarixlərə aid uyğunluğu müəyyən edin. Azərbaycan Respublikası 1991 aktla 18 oktyabrda müstəqilliyi tam olaraq artıq bərpa elədi və 91-in sonunda Türkiyə Respublikası onun müstəqilliyini tanıdı. Bundan sonra görürük 91-in dekabrında İKT, yəni İslam Konferans Təşkilatına üzv oldu. 92-ci ildə isə 92-nin martı deyirdik. Martın M-tı və BMT-nin M-tı. Demək 92-ci ildə 93 səhvdir. BMT-yə üzv olubdu. Ona görə 3 səhv olur. Və 92-ci ildə 3 dənə təşkilata üzv olmuşdu. BMT, ATƏM, İqtisadi Əməkdaşlıq Şurası. İqtisadi Əməkdaşlıq Şurası 92-nin fevralı idi. İİ, İslamın adında İslam İqtisadi Əməkdaşlıq. Deməli, İqtisadi Əməkdaşlıq 92 fevral, ATƏM 92-nin yayı. Demək, 2-92-dir. Onda bunu götürürük və baxıram, Avropa Şurasına isə 2001-ci ildə üzv olubdu. Deməli, bu da doğrudur. Demək, 2 ilə 4 doğru cavabdır. NATO-nun sülhnamə tərəfdaşlıq proqramına daxil olubdu 94-cü ildə. Bəs NATO-nun asosiallaşmış üzvünə desək necə götürürük? 2002-ci ildə. Sonra baxırıq, Türkiyə Respublikasına aid uyğunluğu müəyyən edin. Demək, Yaponiya müharibə elan edilməsi, biz bilirik ki, Yaponiya müharibə elan edibdi, amma nə zaman? 1945-ci il müharibə dövründə. Deməli, bunu variantdan silirik. Çünki 20-30-cu illərə aid deyil. Mustafa Kemal tərəfindən idarə olunması, Mustafa Kemal 23-cü ildən, yəni Respublika qurulandan ta ki 38-ə qədər idarə edibdi. Demək ki, B variantı ortaq cəhətdir. Yeni konvensiya əsasən boğazlar məsələsində böyük üstünlük qazanması Montreal konfransı ən böyük uğuru idi xarici siyasətdə. Demək, bu 30-cu illərə aiddir, yəni 2-yə C götürürük. Qadınların kişilərlə bərabər hüquq elan olunması bu konstitusiya əsasən idi. 1924 konstitusiyası, hüquqi sayda islahatlar 1924, deməli 20-ci illərdir, birə götürürük. Baxın, elan olunması deyir. Ona görə də 24-ü götürürük. Ərzaq sapalağı isə ümumiyyətlə burada olmayıbdır. Bu, deməli, Azərbaycan SSR-də olubdur. Ona görə də 1-ə D, 2-yə C, 3-ə də B götürürük. 1-ə D, demək ki, belə bir cavab hardadır? 1-ə D, 2-yə C, 1-ə D, 2-yə C, 3-ə də B, Y variantı. Sonra baxırıq, səbəbi hökmdarı Şah II Təhmasibin hakimiyyəti dövründə, Təhmasibin hakimiyyəti dövründə ikinci Təhmasib deyir. İkinci Təhmasib deyirsə, deməli 1722-1732-dən danışmalıyıq. Osmanlı dövlətinə qarşı Qərbi Avropa dövlətlərlə hərbi ittifaq, Təhmasibdə belə bir şey yoxdur. Stepan Razinin başçılığı ilə Rus Kazakların Kazayan bölgələrinə gəlməsi, təbii ki, bu da aid deyil. Süleymanın dövrünə aiddir. Sonra Rusiyanın Şimali Qafqazın strateji məntəqələrində möhkəmlənməsinin qarşısı alındı. Demək, bu da Şah II Abbasın dövrünə aiddir. Rusiya ilə münaqişə yaşanmışdı. 53-62 onu nəzərdə tutur. Rusiya ilə Gəncə müqaviləsi imzalanıb 1735-ci ildə. Bu da aiddir Balaca Abbasın vaxtına, yəni 3-cü Abbasın dövrünə Nadir xana aiddir. Ona görə də burada doğru cavab olur B variantı. İrəvan və Həmədan döyüşləri deyildik ki, Nadir uğurlar qazanır. Amma Nadirin başının Xorasanda olmağından, qarışmadan istifadə edən Təhmasib öz nüfuzunu qaldırmaq üçün başlayır mübarizə Osmanlı ilə İrəvan Həmədan uğruna döyüşlər olur, ərazilər itirir. Məhz həmin məsələ. Sonra gəldik
Enerven diaqramına əsasən uyğunluğu müəyyən edin. Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsinin imzalanması. AXC-də Enerven diaqramıdır. Bu sual bir çoxunda çaşqınlıq yaradır. Diqqət edirik nəyə? Demək, Osmanlı ilə sülh dostluq müqaviləsi bilirik ki, 4 iyun Tiflis dövrüdür. Birinci hökumətdir. Batum müqaviləsidir. Birinci hökumət olduğuna görə və Tiflis dövrü olduğuna görə ümumiyyətlə heç birini aid eləmirik, A-nı variantlardan silirik. Demək, A olanları variantdan ümumiyyətlə atmalıyıq. Dövlət dilinin türk dili qəbul olunması yazsaydı, dövlət dilinin türk dili olması haqqında qanun qəbul olunması yazsaydı, biz bunu Gəncə dövrü götürərdik. Amma demir qanun qəbul olundu və yaxud da qəbul olunması. Deyir, türk dili olması. Bu Gəncə dövründə qəbul olunsa da bu qanun, bundan sonrakı Bakı dövründə də yenə də türk dili olubdu, dəyişməyibdi ki. Demək, yenə də mövcuddur deyə, B hər ikisi üçün ortaq cəhətdir. İkinci hökumət kabinetin fəaliyyət göstərməsi. İkinci hökumətdə həmişə deyirik. İkinci hökumət iki hakimiyyətə malik olub. Həm qanunverici, həm icra edici iki səlahiyyətə malik olub. İkinci hökumət iki yerdə fəaliyyət göstərib. Həm Gəncə, həm Bakı. Deməli, bu da ortaq cəhətdir. Onda həm də C-ni götürürük. Göyçay vuruşmasında. Göyçay vuruşmasının Dimtes toplusunda var ki, nəticəsi onun Gəncəyə gəlişinin qarşısı alındı. Bolşevik qoşunların Gəncəyə gəlişinin qarşısı alınmışdı. Deməli, Gəncə dövrünə aiddir. Göyçay döyüşləri G. Və Naxçıvan general qubernator 19-cu ildə olduğuna görə təbii ki, bu da Bakı dövrünə aiddir. Demək, 1-ə D, 2-yə Y, 3-ə B, C. 1-ə D, 3-ə də dedik ki, B, C, yəni B variantı uyğun gəlir. Sonra İngiltərədə 1649-da baş vermiş hadisəni müəyyən edin. Bu da rahat suallardan biri idi. 1649-da bilirik ki, kral hakimiyyəti ləğv olunur və kral hakimiyyəti ləğv olunduğu kimi Lordlar Palatası ləğv olunur. Kral hakimiyyəti Lordlar Palatası ləğv olunur. Və İngiltərə Respublika elan olunur. Demək, 49-dan 53-ə qədər deyirdik. Bu da olur 1, 3, 5. Sonra baxırıq, deməli, uyğunluğu müəyyən edin. 20-ci əsrin 40-cı illərin sonu 50-ci illəri Böyük Britaniya Avropa İqtisadi Birliyinin təşkilində iştirak edilməsi. Bilirik ki, o ənənəvi təcridçi siyasətinə zidd olduğuna görə Britaniya ümumiyyətlə Avropa İqtisadi Birliyinə yarananda daxil olmadı. Ona görə bu yanlışdır. Sonra baxırıq, Almaniya Federativ Respublikası ərazinin işğal rejiminin ləğv olunması. Bəli, bu doğrudur. Fransa müvəqqəti rejim tərəfindən idarə olunmağa başlanması deyir. 1944-46-da olubdu bu. Yəni işğaldan azad olunandan sonra. Bu da 40-cı illərin son 50-cilər eləmir axı. Ona görə də yanlış olmuş olur. SSR iqtisadiyyatda 5 illik planın davam etdirilməsi. Yadımızdadırsa deyildik ki, ilk 5 illik plana tətbiq olundu sənayeləşmə dövründə. Məhz elə deyildik 25-də sənayeləşmə xətti elan olunur. 26 komissiyalar yaradılır. 28-32 birinci 5 illik plan, 30-37 ikinci 5 illik plan və müharibədən sonra, yəni 45-ci il müharibə bitir, 46-50-ci illərdə də növbəti 5 illik plan olubdur. Deməli, bu da elə 40-cı illərin sonu 50-ci illərə düşür. Ona görə də olur 2 ilə 4. Sonra baxırıq, Səfəvi və Osmanlı dövlətləri arasında imzalanmış Kirmanşah sülh müqaviləsinə aiddir. Həmişə deyirik, Türkmənçay, Kirmanşah oxşar cəhət nədir? Araz çayı həm Kirmanşahda, həm də Türkmənçayda sərhəd olub. Demək, cavab nədir? Araz çayının şimaldakı Azərbaycan ərazilərində Osmanlı hakimiyyətinin saxlanılması. Baxırıq, qədim Çində Xan sülaləsinin hakimiyyət dövrünə aid deyil. Demək, Xan sülaləsi yadımıza salırıq. Sin sülaləsi, Xan sülaləsi. Sin Şixuandi vahid çəki ölçü pul sistemi. Demək, ilk dəfə vahid çəki ölçü pul sistemi tətbiq edilməsi məhz Sin sülaləsi dövründə olubdur. Onlara qarşı hər ikisi mübarizə aparıb. Qırmızı qaşlar Xan sülaləsinə aiddir. Pinçin təbii ki, Xan sülaləsidir. Dünya ticarət yollarına çıxış əldə etməkdə İpək yolu təbii ki, Xan sülaləsi dövrünə aiddir. Sonra baxırıq, deyir ki, Rusiyanın Şimali Azərbaycanda köçürmə siyasəti ilə bağlı düzgün fikri müəyyəndir. Ümumiyyətlə, Rusiyanın köçürmə siyasətində məqsəd nə idi? Burada bir dənə çaşdırıcı məqam ola bilər ki, burada almanları yerləşdirməklə bilirik ki, müəyyən bir əkinçilik mədəniyyətinin yayılması təsir eləmişdir. Amma burada ipəkçilik deyil deyə bu yanlış olur. Amma rusların köçürmə siyasətində məqsəd nə olub demişə? Bu ferzona yaratmaq. Bu ferzona nədir? Yəni, iki müsəlman ölkəsini bir-birinə yaxınlaşmağa qoymamaq, araya bir xristiyan salmaq ki, onların bir-birindən birləşməsinə mane olmaq. Demək, cavab elə olur C variantı.
Sonra baxırıq, Rusiya-Qacar müharibələrinə aid uyğunluq gözlənilmişdir. Baxın, 1-ci Rus-Qacar ya da 2-ci Rus-Qacar yazmır. Rus-Qacar müharibələri dövrü deyir. Yəni söhbət 1804-13 1-ci Rus-Qacar və 26-28 2-ci Rus-Qacar dövründən gedir. Hər zaman qeyd edirik ki, Gəncənin işğalı, Gəncənin ləğvi Rus-Qacar müharibəsi dövrünü görməyib, ərəfəsində baş veribdi. Çünki yanvar ayı idi, deməli avtomatik A variantı gedir. Rus qoşunları tərəfindən İrəvan şəhərinin işğal olması 2-ci Rus-Qacar müharibəsi gedişində 27-ci ildə İrəvan işğal olundu. Ona görə cavab B variantı olur. Demək, onda keçək. 20-ci əsrin əvvəllərində Çin və Qacarlar dövlətinə aid oxşar cəhət elə 1906-1907 Qacarlarda, 11-13 inqilab dövründə də Çində deyildi ki, konstitusiya qəbul olunur. Demək, cavab olur Y variantı. Sonra Yunan əhəməni müharibələrində yoxsul vətəndaşların orduda fəal iştirakı onların ictimai mövqeyində müsbət təsir göstərdi. Eradan 5-ci əsrin ikinci yarısında islahatlar nəticəsində yoxsul vətəndaşlar bir sıra hüquqlar əldə etdi. Deməli 5-ci əsrin ikinci yarısı deyilsə, söhbət burada Perikldan gedir və hansı islahatlar nəticələrinə aiddir? Periklin islahatlarının nəticələrinə aiddir və bu zaman nələr baş verdi? Təbii ki, bütün Afina vətəndaşlarının idarə etmədə iştirakı genişləndi. Çünki biz deyirdik ki, Solon dövründə ziddiyyətlər tam həll olunmadı, yoxsullar vəzifə tuta bilmədi. Amma Periklda bundan fərqli olaraq artıq vətəndaşların idarə etmədə iştirakı genişlənir və çiçəklənmə dövrü deyirik. Çünki bu dövrə hər bir vətəndaş da dövlət idarəçiliyində istənilən vəzifəni tutmaq hüququ qazanır. Hətta buna görə də əmək haqqı verilir. Ona görə də 1-lə 2 doğru cavab olmuş olur. Deməli, Böyük Səlcuq dövlətinin 11-ci əsrin 70-ci illəri ilə 70-ci illər deyəndə kimi ağla nə gəlir? 1071 Malazgirt döyüşü. Malazgirt döyüşündə nəticəsi nə olmuşdu? Bizans məğlubiyyətə uğradılmışdı. Şərqi Anadolu həmişəlik türk torpağına çevrilmişdi. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda mis və neft sənayesinə aid ümumi cəhət təbii ki, bildik ki, elə Alman kapitalı misdə nüfuz eləmişdi. Neftdə isə 70-ci illərdə İsveç, 80-ci illərdə Fransız, 90-cı illərdə İngilis xarici kapitala nüfuz edib. Deməli, ortaq cəhət nə olacaq? Təbii ki, elə xarici kapitalın üstünü təşkil etməsi. Sonra baxırıq, Eyler-Venn diaqramına uyğunluğu müəyyən edin. 10-cu əsrin ilk rübündə Şərqi Gürcüstan asılı hala salınması. İlk rübü deyirsə, biz salarlərdən danışa bilmərik. Çünki salarlər bildik ki, neçənci illərdə mövcud olubdur? 941-981-ci ildə. Demək, ona görə A yalnız A-ya, yəni 1-ə gedəcək. Rəvadilərlə mübarizə deyirsə, Rəvadi dövləti yaranıbdır 981-ci ildə. Yəni, bu 10-cu əsrin ikinci rübü eləyir deyə 10-cu əsrin ikinci rübüdür və bu zaman görəsən 981-ci ildə Mərzban İbn Məhəmməd varmı? Təbii ki, yox. İkinci rübü yox, ikinci yarısı. Bu zamanda Mərzban İbn Məhəmməd yoxdur. Deməli, mən rəvadilərlə mübarizənin aparılması deyəndə nə Yusifə, nə də Mərzban İbn Məhəmmədə aid edilə bilmərəm. Vergi işi nizama salınması üçün qanunnamə hazırlanması, təbii ki, vergi işi nizama salan məhz Məhəmməd İbn Mərzban olubdur ki, biz bunu Uzun Həsənlə ortaq götürürdük, Məhəmməd Həsən xanla ortaq götürürdük və yaxud da ki, qanunnamə deyəndə İkinci Mehmetdə götürə bilərik. Deməli, bu da aiddir ki, Mərzban İbn Məhəmmədə, yəni 2-yə aiddir. C variantı. Deyir, Bərdədə Slavyanlara qarşı mübarizə aparılması. Məhz Mərzban İbn Məhəmməd Slavyanlara qarşı mübarizəyə gedir, amma Mosul hakimi yürüş edir deyə Bərdənin mühasirəsini yarımçıq qoyub qayıdır, amma yəni mübarizəyə gedibdir. Ona görə də D variantını da götürürük Mərzban İbn Məhəmmədə. Azərbaycan torpaqlarının vahid dövlət halında birləşdirilməsi hər ikisinə aiddir. Ona da 3-ə Y aid edirik. Demək, 1-ə A, 2-yə C, D, 3-ə isə Y götürürük. Sonra baxırıq, deməli, Mannan eradan əvvəl 8-ci əsrin ikinci yarısı tarixinə aiddir. Eradan əvvəl gəldiyimizə görə 8-ci əsrin ikinci yarısı deyir. Yəni 750-dən, əgər normal olsaydı 750-800 aralığı gedərdi. Amma eradan əvvəl olduğuna görə 750-dən aşağı düşürük. 750-700 aralığı. Və bu illərdə Mannada düşünürəm nə olubdu? 740-719 İranzun hakimiyyətləri ağlıma gəlir. 716, 714 Sarqonun yürüşləri və yaxud da ki, Ulusun hakimiyyəti,
Bütün bu proseslər təbii ki, Siddhartha sazişi 8-ci əsrin ikinci yarısı tarixinə aiddir. Aşur hökmdarı 3-cü Salmansar dediyinə görə bu yanlışdır. 3-cü Salmansar 843-də görürük, 9-cu əsrdir. Midiya ilə müttəfiq olması deyir, Ahşeri deyir. Ahşeridən və 7-ci əsrdə bunu çıxıram. Canişinin sisteminin ləğv olunması, canişinin sistemi İran dövründə yaradılıbdır. Bir dənə Udakidə canişinliyi görmürük. Qalan Manna hökmdarlarının dövründə, adı çəkilən hökmdarların dövründə canişin sistemi var. Ona görə də məhz bu yanlışdır, ləğv olunmayıbdır. Hakimiyyət də irsən keçməyə başlayıb. Bəli, İranzun dövründən hakimiyyət irsən keçməyə başlayıb. Cavab olaraq bunu götürürük. Yalnız Urartu ilə dostluq dediyinə görə yanlış olur. Çünki ulusun Urartu ilə meyl eləsə də bu qısa müddətdə olubdur. Yəni bir müddət olubdur. Aşura meyl olub daha çox. Uyğunluğu müəyyən edin. Döyüşlər Savalan dağı yaxınlığında, Hilat şəhəri yaxınlığında. Bilinir ki, Savalan dağı döyüşü 830-cu illərdir. Bəli, Əməvi qoşunu, həmin dövrdə Əməvilər var idimi? 750-yə qədər Əməvilər olubdu. Deməli, bəli. Xəzərlər Alban var idimi? Həmin dövrdə Alban 705-də süqut edib. Demək, C variantı getdi. Birə AB uyğun gəldiyinə görə cavab ortaya çıxır əslində. İkiyə də Hilat ərəblərin Xəzərlərin hücumunu dayandırması. Bəli, ərəblər Xəzərlərin hücumunu dayandırdı. Hilatda Savalanda Xürrəmi ilə Xəzəri səhv salmayaq. Sadəcə Xəzər deyirik. Xürrəmlər bir hərəkatdır, Babəkilər bu deməli 8-ci əsrdən başlayıb 9-cu əsrdə yüksək həddə çatıbdır. Sonra baxırıq 13-14-cü əsr memarlıq abidələrini müəyyən edin. Bunu necə tapaq asan yolunu? Baxın, hər Səfəvi şeyxinin dövründə bir məqbərə var idi. Şeyx Cüneyt məqbərəsi, Şeyx Səfi məqbərəsi, bir də Şeyx Heydər məqbərəsi. Yəni bunların dövründə yox, yəni onların şərəfinə tikilmiş, amma dövlətə aid, Səfəvi dövlətinə. Yəni Səfəvi dövləti 1501-də yarandığına görə bu məqbərələr də 16-cı əsrə aiddir. Dövlət dövrünə aiddir deyə 4-16-cı əsr memarlıq abidəsi kimi çıxır. Məmnə xatun türbəsi də bilirik ki, Şəmsəddin Eldənizlə bağlıdır, yəni Məhəmməd Can Pəhləvanla bağlıdır, yəni Eldənizlərlə bağlıdır. Demək 12-ci əsrə aiddir, ona görə 2 də çıxır. 2 ilə də 4 çıxdığına görə cavab nə qalır? Əlişah məscidi, Bərdə türbəsi, Buğurt qalası. Buğurt qalası 12-ci əsrdə deyə bir də çıxır variantdan. Demək cavab olur Əlişah məscidindən Bərdə türbəsi, yəni 3 ilə 5. Sonra baxırıq demək uyğunluğu müəyyən edin. Hindistanın şimal və şimal-qərbində Qəznəli dövlətinə birləşdirilməsi Abbasi xəlifəsi tərəfindən Mahmud Qəznəli Sultan titulunu layiq gördü. Həqiqətən Abbasilərin hakimiyyət dövrüdür. Demək doğru cavabdır. 11-ci əsrin birinci yarısında dini pərakəndəlik Qaraxanın 1042 yerə parçalanıbdır. Amma dini pərakəndəlik olmayıbdır. Məhz ona görə də 2 yanlış olmuş olur. Deməli, Talas döyüşünə Çinin ərəb xilafəti tərəfindən məğlub edilməsi Uyğurların Çin daxillərinə müdaxilə etməsinə şərait yaratdı. Həqiqətən bu doğru fikirdir, var idi, dərslikdə də verilibdir. Deməli, 1 ilə 3 doğru deyə A variantı olur. Satıb Uğra Xaqanda xanın İslamlıq rəsmi dövlətini elan eləməsi Qaraxanın dövlətinə feodal dağınıqlı çəkişmələr artdı. Tamamilə yanlış, əksinə bu türkləşmə prosesinə təsir göstərmişdi. Sonra baxırıq 1856 Paris sülh müqaviləsinin şərtlərinə aid deyil. Paris sülh müqaviləsini yadımıza salaq. Krım müharibəsi nəticəsində imzalanmışdı. 53-56 Osmanlıya Avropa dövlətləri kömək eləmişdi və onun ərazi bütövlüyünə təminat verirdilər. Bəli, bu var. Tərəflər işğal etdikləri torpaqları geri qaytarmalıydılar. Bu da var. Bosfor Dardanel boğazları sülh dövründə xarici hərbi gəmilərə bağlanmalı idi. Burada bağlanır. 71 Londonda açılır. Qaradənizdə heç bir dövlət hərbi donanma saxlaya bilməzdi. Bəli, elə məhz buydu ki, Rusiyanın hüququ burada pozulur, sonra 71-də bərpa olunur. Demək, bunlar hamısı var. Amma Bolqarıstan Osmanlı dövlət tərəfindən asılı knyazlığa çevrilir. Baxın, bu Bolqarıstan məsələsi miqə də düşmüş sualdır. Bu aiddir məhz San Stefano və onun ardından imzalanan Berlin Konqresinin qərarlarına. Ona görə də cavab olur B variantı. Sonra baxırıq, deyir ki, Azər SSR-də İmam Mustafayevin hakimiyyət dövrünə aiddir. Deməli, İmam Mustafayev deyiriksə, imam kimidir, yaxşı işlər görübdür. Həmişə İmam Mustafayev ilə Heydər Əliyevi müqayisə edirik ki, yəni oxşar cəhətləri, milli mənəvi dəyərlərə önəm veribdilər. Azərbaycan dili məsələsi hər ikisində olubdur. Birində maddədir, birində konstitusiya. Deməli, burada da konkret cavab var ki, Azərbaycan, hani bu cavab Azərbaycan dilinin dövlət dili kimi əlavə edilməsi 56 maddə əlavə olunmuşdu. 78 də konstitusiyada öz təsbitini tapmışdı. Demək ki, elə aiddir Y variantı. İmam Mustafayev olubdu 54-59-cu illərdə. Sonra gələk
Cədvəldə verilmiş hansı və ya hansıların Albaniyanın daxili müstəqilliyin bərpasına şərait yaratmışdır? Albaniyanın daxili müstəqilliyinin bərpası deyirsə, yadımıza salaq Albaniya nə zaman daxili müstəqilliyini itirdi? 463-dən neçəyə qədər? 87-yə qədər. İkinci Vatikan başçılığı azadlıq hərəkatı bu 457-dən sonra 63-ə qədərdir. Yəni bu əksinə onun bu hərəkat yatırılır deyə elə Albaniyanın daxili müstəqilliğinə son qoyulur, sərt cəza tədbirləri görülür. Demək ki, bu müstəqillik bərpa eləməsinə yox, müstəqilliyin əldən getməsinə gətirib çıxarıbdır. Ona görə biri silirik. Sonra baxırıq, Xosrov Ənşiravan əhaliyə qarşı sərt cəza tədbiri görməsi əvvəlcə Xosrovun dövründə, yəni 531-79-dan danışmalıyıq. Yəni bu dövrlə heç belə səsləşməyi yoxdur. Ona görə də bunu variantdan silməliyik. Axunlarla qarşı mübarizədə məğlub olub zəifləməsi. 484 yadımıza salaq elə. Həmin dövrdə bilinir ki, Herat tutulur, axunlarla mübarizə olur, zəifləyir. Elə həqiqətən də bu dövrlə səsləşir deyə cavab olaraq yalnız 2-ni götürərik. Sonra baxaq, verilmiş dövlətlərə aid uyğunluğu müəyyən edin. Şimali Afrikadakı Vandal krallığının işğal edilməsi, Vandal krallığına başlayan məhz Justinian idi. Deməli, 2-yə A-nı götürürük. Poitiers döyüşünə Əməvi qoşunu, həqiqətən 750-yə qədər Əməvidir. Demək, Poitiers döyüşünə Əməvi qoşunları Frank dövlətinə aiddir. 1-ə B-ni götürürük. Deyir, Roma imperiyasının parçalanması nəticəsində təbii ki, Bizans yaranıbdır. Deməli, C2-yə götürürük. Ərəblərə qarşı mübarizə aparılması isə hər ikisi üçün ortaq cəhətdir deyə götürürük. Erkən orta əsrlər dövrünə mövcud olması. Erkən orta əsrlər dövrü Avropada 5-11-ci əsrləri əhatə edib və 5-11-ci əsrlər dövründə Frankda mövcud olubdur, Bizansda mövcud olubdur. Deməli, A da ortaq cəhətdir. Demək, 1-ə B, 2-yə D, A, yəni AD, 2-yə AD. Daha doğrusu 2-yə CA, 3-ə AD, 2-yə CA, AC, hanı ki AC, 3-ə də AD, ay sağ olun, burada A variantı gedir. Sonra baxaq, deməli Osmanlı dövlətinin Lalə dövrünə aiddir. Bir çox müəllim burada çaşqınlıq yaranmışdı. 1703-30 3-cü Əhmədin dövrüdür. 3-cü Əhmədin 3-ü, 3-ün 3-ü, 30-un 3-ü. Amma 1718-30 Lalə dövrüdür. Və hər zaman bunu vurğuluyurduq ki, diqqət edin, Lalə dövrü, Prut yürüşü Lalə dövrünə düşmür. Çünki Prut yürüşü 1711-dir. Prut yürüşü zamanı Rus qoşunların Osmanlı ordusu tərəfindən məğlub edilməsi variantdan silinməlidir. Çünki bu 3-cü Əhmədin dövrünə düşsə də Lalə dövrünə düşmür. Lalə dövrü İbrahim Paşanın paşalıq dövrüdür. Azərbaycan tarixinin inteqrasiya olunubdur. Rusiya imperiyasının müqavilə imzalanması. Çox adam deyir ki, orada hansı müqavilə var ki? Azərbaycan tarixində öyrənirik. 1724 İstanbul müqaviləsi. Həmin dövrə düşürmü? Bəli, düşür. Demək, cavab olur elə A variantı. Deməli, gəldik buradan. 2023 sentyabrda həyata keçirilmiş antiterror əməliyyat nəticəsində Azərbaycan Respublikası Qarabağ İqtisadi rayon üzərində öz suveren hüquqlarını tamamilə bərpa etdi. Bəli. Bölgə qanunsuz terrorçu qruplaşmalardan təmizləndi. Elə cavabı bizə sualda deyir. Təmizləndi deyirsə, deməli işğalçı və qondarma qurum fəaliyyətini dayandırıbdır. Həqiqətən də. Yəni bununla əlaqəlidir elə cavab. Bununla da götürə bilərik. Bunun da əvvəlki qələblərdən fərqi, Kəlbəcər burada aidiyyatı yoxdur. Aidiyyat əlaqəsi yoxdur. Hadrut su qovuşan bilir ki, Qarabağ müharibəsindədir. İlk dəfə xarici müşahidənin iştirakı aparılırdı. Bu da yanlış. Demək, cavab nədir? Qondarma rejim öz fəaliyyətinin iflic olduğunu etiraf elədi. Ağ bayraq qaldırdı. Yunanistan mədəniyyətinə aid olan xüsusiyyətləri müəyyən edin. Mədəniyyət deyir, Yunanistan deyir. Belə suallarda diqqət edək. Mədəniyyət yazıb da döyüş verə bilər, onu da götürə bilmərik. Tarix elminin əsası qoyulub, elə Herodotun dövründə yaradan 5-ci əsr. Biri götürək. Esxil ilk pyesin müəllifi elə Esxildir, onu da 2-ni də götürək. Yunan elminin ilk mərkəzi Afina yox, Mileti idi. Eradan 5-ci əsrdə Afina olubdur. Ona görə 3 yanlışdır. Eradan 1 və İran 1-ci əsr, Qızıl əsr olubdur Romada. Ona görə 4 yanlışdır. Olur 1, 2. Sonra gələk. Deyək ki, 1917-20-ci illərdə Cənubi Azərbaycanda baş vermiş Milli Demokratik Hərəkata aiddir. Demək, Xiyabani ilk dəfə muxtariyyət istədi. Xiyabaninin dövründə elə ən böyük hadisələrdən biri də Təbrizdə qız məktəbinin açılması olmuşdu. Elə burada da konkret cavab var. Təbrizdə pulsuz qız məktəbinin təşkil edilməsi. Burada məsələn ilk dəfə konstitusiya qəbul olunması məşrutə bilirik ki, məşrutə hərəkatına aiddir.
Azərbaycan dili haqqında qanun, dil haqqında qanun pişəvərdə olubdur. Bunu çıxırıq. Çar Rusiyası müdaxiləsi yatırılması, bu 17-20-dirsə, yatırılma deyiriksə, burada Çar Rusiyasından danışa bilmərik, çünki 17-də Çar Rusiyası devrilibdir. Azərbaycan qəzetinin ana dilinə çıxmağa başlanması isə Xiyabani bu Pişəvəri dövründə var idi və Xiyabanidə də Azərbaycan Şimali Azərbaycanda onun Azərbaycan qəzetinin əməkdaşlığı var idi, amma Təbrizdə Pulsuz Qız məktəbləri məhz Xiyabani dövrünə aid doğru cavabdır. Xəritdə verilən dövlətlərin 20-ci əsrin 40-70-ci illər tarihinə aid uyğunluğunu müəyyən edin. Əvvəlcə dövlətlərə baxın. Baxın, Afrika dövlətləri. Deməli, Afrikanın şimal-şərqi, Qırmızı dənizin yanı Misir, Misirin yanı deməli Liviya, Liviyanın yanı Tunis, bu gördüyümüz ərazi Əlcəzair, deməli, burada Mərakeş, mətlını yadda saxlaya bilərik. M-ə-t-l-m. Deməli, burada fikir verək nəyə? Aralıq dənizinə fikir verək. Sapaşki, yəni formasında olan İtaliyadır. İtaliyanın yanı Yunanistandır. Yunanistan üstü Balkan, Yugoslaviya ərazisidir. Məhz Yugoslaviya bilirik ki, qoşulmayanlar hərəkatın yarandığı ərazidir. Bloklara qoşulmayan hərəkatın yaradıcılarının olması həm bu ərazidə yaranıbdır, həm də elə yaradıcılarından hesab olunur Yugoslaviya. Deməli, 2 doğrudur. Bir də Misir də bura daxil deyə Misir, Hindistan, Yugoslaviyadır. Ona görə A variantı doğru olmuş olur. Bloklara qoşulma hərəkatı 2025-in MİQ sualda olmuşdu xəritə üzərində. İsrail dövlətinin yaradılmasına etiraz olaraq ona müharibə elan edən bir Misir olsa da İtaliyanın buna aidiyyatı yoxdur, ona görə bu yanlışdır. Faşist diktaturasının süqut etməsi, məhz 2-ci Dünya müharibəsi dövründə DİM test toplusunda buna aid bir neçə dənə sual var. 1943-cü ildə müttəfiqlərin Siciliya qoşun çıxarmasının nəticəsi, yəni 3 Sicil İtaliyaya. Burada faşist diktaturası süqut elədi. Mussolini'nin faşist diktaturası süqut elədi. Ona görə də 3 doğru cavabdır. Və baxıram, Praqa baharı adanan, bu da Çexoslovakiyadadır. Praqa Çexoslovakiyanın ərazisidir. Burada da Çexoslovakiya xəritədə göstərilməyib. Ona görə də yanlışdır. Alman İtalyan qoşunları tərəfindən işğal olunması 2 ilə 4 yazır. Elə 2-ci Dünya müharibəsi dövründə dedik ki, Yugoslaviya, Yunanistan işğal edildi. Demək cavabımız elə həm də budur. Demək doğru cavab olur. A, C, Y. A, C, Y də varmı cavabda? Bəli, var. Demək, verilənlərdən hansının yeni dəyişməklə xronoloji ardıcılığı gözləmək olar? Alanların yürüyüşü 72-74 eramız. Massagetlərin 2-ci Kirin qoşunlarına qalib gəlməsi Araz çayı yaxınlığında eradan əvvəl 530, bu eradan əvvəldir. Makedoniyaya qarşı baş vermiş üsyanın Atropat tərəfindən yatırılması 327 eradan əvvəl. Padşah şəhərinin Aşurbanipal tərəfindən dağıdılması, yəni İzurtunun dağıdılması, amma Aşurbanipal dediyinə görə eradan əvvəl 650. Demək, eradan əvvəl gəldiyimizə görə çoxdan aza doğru gəldik. Çoxdan aza doğru gələndə də 4, sonra 2, sonra 3 gəlir. 4, 2, 3 və ən sonunda 1 olmalıdır. Çünki bilirik ki, eramızdakı məsələ ən sona aid olunur. Demək, burada 4 ilə başlamalıdır. 1 ilə 4-ün yeri səhv verilibdir. Sonra baxırıq, Azərbaycan Respublikasının 20-ci əsrin 20-ci illər tarihinə aiddir. Yəni 2020-ci illər deyil. Qoşulmama hərəkatına tam yolu üz qəbul olunmaq deyil. Bu 2011-dir. 2011 olduğuna görə bu variantdan getdi. Türkiyə ilə müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsinin imzalanması 2021-dir. Demək, bunu götürürük. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars deyirsə, 2017-dir. Bu da təbii ki, yanlışdır. Şərqi Zəngəzur İqtisadi rayonu 2021-dir. Götürürük. Qarabağ bəyannaməsi 2024 götürürük. Deməli, məhz 2, 4, 5 doğru cavab olmuş olur. İşarələnmiş xanlıq gördüyümüz kimi Göyçə gölünün ətrafı, yəni İrəvan ərazisi, İrəvan xanlığıdır və İrəvan xanlığında 1755-ci ildə saray çevrişi oldu və saray çevrişi nəticəsində əşyalar getdi, Qacarlar gəldi. Demək ki, elə cavab nə olacaq? Hakimiyyətə yeni sülalənin gəlməsi olacaq. Qızıl Ordu dövlətinin 15-ci əsr tarihinə aid deyil, müstəqil dövlətçiliyin sonuna çatması deyil. Qızıl Ordu dövləti müstəqil dövlətçiliyi 16-cı əsrdə sona çatıbdır. Ona görə bir aid deyil. Elə bir aid deyil.
Ərazidə müstəqil türk xalqlarının yaranması bu yarandı. 15-ci Qazan Həştərxan Noğay ordası Krım. Deməli bu 15-ci əsrə aiddir. Onda 2 aiddir. Moskva knyazlığının asılılıqdan çıxması. Moskva knyazlığı həqiqətən asılılıqdan çıxıb 1480 Uqra görüşündən sonra, deməli bu da aiddir. Aqonlarla diplomatik əlaqələrin qurulması. Yadımızdadırsa 1472-ci ildə deyirdik ki, Moskva knyazı Aqonlara elçi göndərir, amma Aqonlu Qızıl Ordu ilə münasibətlər qurduğuna görə o elçiləri rədd edir. Deməli 4 var 15-ci əsrə aid. Ona görə də götürə bilmərik. Demək ki, cavab olur yalnız 1. Sonra baxırıq, deyir, xronşarcılığı müəyyən edin. İrəvanda müəllimlər seminariyası. İrəvanda müəllimlər seminariyası miqdada bir neçə dəfə istifadə olunubdur 1881-ci ildə. Əkinci qəzetin nəşrinə başlaması 1875-ci il. Qəza məktəblərinin 6 illik pullu şəhər məktəbinə çevrilməsi, bu qəza məktəbinin 6 illik pullu şəhər məktəbinə çevrilməsi miqdə istifadə olunubdur 1872-ci il. Bakıda gimnaziya tipli ilk rus dili orta məktəbdə 1865-ci il. Deməli, buradan davam edirik necə? 4-dən başlayırıq, sonra 3, sonra 2, sonra da 1. 4, 3, 2, 1. Sonra gəlsək, Azərbaycan müəllimlərin birinci qurultayında qəbul edilən proqramın vacib medialarına aid deyil. Müəllimlər də həmişə deyirdim ki, baxın, müəllim varsa nə istəyər? Müəllimlər daha çox qadın kollektivi olur və qadın təhsilini mütləq ki, burada vurğulamalıdır. Müəllimik yığışmışıq, təbii ki, qadın problemindən danışmalıyıq, qadın təhsilindən danışmalıyıq. Deməli, 1 var. Müəllim isə məktəbdə təbii ki, işləyiriksə, məktəb şəbəkəsinin genişləndirilməsindən mütləq ki, danışmalıyıq. Və müəllim ən çox müəllim motivasiya verən, müəllim üçün motivasiya olan məsələ nədir? Maddiyyat, təbii ki, sosial vəziyyətin yaxşılaşdırılması mütləq ki, vurğulamalıyıq. Maaş, sosial vəziyyət və Azərbaycan türkçəsi də onsuz da bir müəllim olaraq dil məsələsinə də toxunmalıyıq. Demək, bu da var. Amma ali məktəb yox idi axı. Ali məktəb hardan çıxsın? Deməli, ona görə də məhz burada C variantı yanlış olmuş olur. Sonra baxırıq, deməli, 20-ci əsrin ilk 10 illiyində Şimali Azərbaycanda milli hərəkatın əsas aparıcı qüvvələri idi. Milli hərəkatın əsas aparıcı qüvvələri kimlər olubdu? Demək, milli burjuaziya və milli ziyalılar olub təbii ki. Elə konkret cavabdır A variantı. Mis daş dövrü eneolit dövrünə aiddir. Kürələr mis daş dövrünə aiddir, doğrudur. Əhalinin əkinçiyə məşğul başlaması deyir. Başlaması bilirik ki, başlayıbdır mezolitdən, yanlışdır. İstehsal təsərrüfatı tam formalaşıb neolitdə, amma burada da mövcud olubdur, deməli, həqiqətən doğrudur. Süni suvarma isə məhz görür yaranmağı kəndi şəbəkələrdə Orta Tunc dövrü, deməli, bu da artıq yanlış olmuş olur. Yəni, eneolit dövrünə aid olan 1 ilə 3 olmuş olur. 1, 3. Sonra baxırıq, Səfəvi hökmdarları Şah 1-ci İsmail və 1-ci Təhmasibin hakimiyyət dövrünə aid ümumi cəhət. Baxın, İsmail dövrü Çaldıran döyüşdən sonra, Çaldıran döyüş vaxtı deyirdik ki, məhz Təbriz tutulurdu Səlim tərəfindən, amma möhkəmlənmirdi. Sonra deyirdik ki, Təhmasibin dövründə də Sultan Süleyman tərəfindən Təbriz tutulub. Demək, ortaq cəhət nə olacaq? Təbriz şəhərinin tutulması. Şirvanşahlar dövlətinin 11-ci əsrin 60-cı illəri və 14-cü əsrin 60-cı illəri tarixinə aid ümumi cəhət. Həmişə nə deyirəm? Şirvanşahlar gördüksə, bilin ki, kimdənsə asıllıq məsələsi var. Deməli, burada asıllıq məsələsi mütləq götürməliyik. Məhz elə 66-cı ildə Səlcuqlardan və 14-cü əsrin 60-cı illəri, yəni 1367-ci ildə də Cəlalilərdən asılı hala düşmüşdü. 4-ü götürürük. 4-ü götürürüksə, variantlarımızdan bir çoxu silinir. Ya 3-4-dür, ya 1-4-dür. Səlcuqların hücumuna məruz qalmaq 14-cü əsr Səlcuq neynəsin? Yazıq Səlcuqlu. Demək, biri silirik. Cavab olur 3-4. 3-də nədir? Kəsranilər surəsi. Bəli, 1027-ci ildə kəsranilər olub ta ki 1382-yə qədər. Ümumiyyətlə, müəllimlər, Şirvanşahlarda sülalələrin dövrüdür. Eyni zamanda ərəblərdə iç xəlifələr, Əməvilər, Abbasilər dövrüdür ki, bir də erkən orta əsrlər dövrü, klassik feodalizm, son orta əsrlər dövrü. Bunların illərini əzbər bilməliyik. Çünki davamlı istifadə olunan, müqayisə cədvəlində istifadə olunan hissələrdəndir. Növbəti sual deməkdir ki, İkinci Dünya müharibəsi dövrü Almaniya və Yaponiya üçün
uyğunluğu müəyyən edin. Burada da sualda nəyə diqqət eləyək? İkinci Dünya müharibəsi dövrü deyir. İkinci Dünya müharibəsi də olub 1939-45-ci illər. Yəni bundan əvvəlki hadisələri Yaponiya və ya da Almaniyaya aid olsa da, müharibə dövrünə aid deyilsə götürə bilmərik. Yəni burada Çexoslovakiyanın tamamilə tabe edilməsi və ya da Millətlər Cəmiyyətindən çıxması, bunlar Almaniyanın müharibə dövrünə aid deyil. Məhz ona görə də A ilə C-ni çıxırıq. Bəli, üçtərəf paktdan daxil olubdur, müqavilə imzalayıbdır. Ona görə 1-ə B götürürük. Yaponiya hava yadalarında olan ABŞ hərbi bazasına zərbə endirib 41-ci ildə, doğrudur. Onda 2-yə A-nı götürürük. Bütün Avstraliyanın işğal edilməsi, əksinə onun Avstraliyanın işğal edilməsinin qarşısı alınıbdır. Ona görə bu yanlışdır. Yunanistan işğalında da Yaponiya işğal etməyibdir. Bu da yanlışdır. Deməli, 1-ə B olmuş olur, 2-yə də A olmuş olur. Bu qədər düşünürəm ki, izahlar inşallah ki faydası olar. Tərtib etdiyim testin inşallah ki faydası olar. Hər birinizə imtahanda uğurlar. Diqqətli olaq, hələ imtahana qədər daha da çox çalışıb nəticəmizi daha da çox qaldıra bilərik.